linza. Bu olsun baş optik ox. Bura optik mərkəz. Bura fokus nöqtəsi. Bura iki qat fokus nöqtəsi. Bu da olsun tutaq ki sonsuzluq. Bu tərəfdə fokus nöqtəsi. Bu fokusu yuxarıda yazıram. İki qat fokus nöqtəsi. Burada sonsuzluq. Oldu. Sonsuzluqda olan cismin xəyalı və bu cismin xəyalı bir vəziyyəti. Bu fokusda nöqtə şəklində alınır. Bir iştirik. Oldu. Bax. İki kat fokusta olan, bunu 3 yazacağım. İki kat fokusta olan cismin xəyalı iki kat fokusta alınır, özü boyda alınır. Bak 3 iştirik. Burada 2 yazacağım. 2 ortada yazıram. Bak iki kat fokusta uzakta olan cismin xəyalı F ile 2F arasında alınır. Biraz 2 dəfə balacalaşmış alınacaq. O belə də olacaq 2 iştirik. Oldu. Deməli burada F'de olan cismin xəyalı bu 5 olsun. Sonsuzluqda alınacaqdır. Sonsuzluqda alınacaqdır 5 iştirik. 2F ile baba bir tamamda 5F'de olan cismin xəyalı baba 4 alınacaqdır 3F'de. 3F'de özdə 2 dəfə böyüdülmüş. Bax 2 dəfə böyüdülmüş bu boydadır. Bax 4 iştirik. Görürsən? Deməli cisimiz sonsuzluqdan linzaya tərəf, baş optik oxa tərəf, toplayıcı linzaya tərəf hərəkət etdirən zaman, baba cisimiz sonsuzluqdan linzaya tərəf sürüşdürən zaman, fokusa qədər sürüşdürən zaman xəyal fokusdan sonsuza qədər uzaklaşır ve getcədə ne olur? Böyüyür. Görürsən, getcədə xəyal böyüyür. Və uzaklaşır və böyüyür. Bax, xəyal linzadan uzaklaşır və böyüyür. Aydındır? Uzaklaşır və böyüyür. Nə qədər linzaya yaxın olsa, fokusa qədər desəm, bura qədər desəm də, nə qədər linzaya yaxınlaşsa onun böyütməsi bir olur. Məsələn, bax, 3-ün böyütməsi 2-dən çoxdur, 4-ün böyütməsi 2-dən 1-dən hamısından çoxdur. Bax, belə yaxşı məsələlər bunun əsasında eləyə bilərsiniz.